Bugün Dünya Psixi Sağlamlıq Günüdür. Psixi Sağlamlıq Gününün məqsədi sizi maarifləndirmək və psixi sağlamlığınızı qorumaqdır. Psixi sağlamlıq insanın fiziki, emosional rifah halının yaxşılaşdığını əks etdirir. İnsan çətin vəziyyətlə necə qarşılaşarsa, o vəziyyəti necə aşmaq gərəkdiyini öyrənməkdir. Uşaqların psixi sağlamlığı onların bədənlərinin sağlamlığı qədər vacibdir. Bir çox xəstəliklərin yaranmasına səbəb elə psixi rahatsızlığımızdır. Psixi sağlam olan uşaq özünü rahat hiss edən, emosiyalarını idarə edə bilən, başqaları ilə sağlam münasibət quran və gündəlik həyatın tələblərinə uyğunlaşa biləndir. Psixi sağlamlığını qorumaq böyük məsuliyyət tələb edir. Uşaqlarımızı dinləyirikmi? Onun gün ərzində nə hiss etdiyini soruşuruqmu? Onların çox vaxt ehtiyac duyduqları, özlərini güvəndə hiss etməkləri və onları dinləyəcək kiminsə olduğunu bilməkləridir. Duyğularını ifadə etməyə imkan verməliyik. Qorxma, sən kişisən. Ağlama, sən artıq balaca deyilsən. Yanaşmaları ilə onların emosiyalarını bastırırıq. Bunların yerinə mən səni anlayıram, bu yaşadıqları normaldır ifadələri daha uyğun olar. Çalışın müqayisə etməyin, sevgi göstərməkdən çəkinməyin. Disiplin və günlük rejim övladlarımız üçün önəmlidir. TV və telefondan istifadəni nəzarətdə saxlamalıyıq. Unutmayın, uşaqlar dediklərimizi deyil, etdiklərimizi öyrənirlər. Onlara nə deməyimizdən çox, necə davranmağımız daha vacibdir. Onlar üçün ən yaxşı nümunə bizim sakit, anlayışlı davranışımızdır. Beləliklə, övladlarımızın psixi sağlamlığını qoruya bilərik. Hem tabiptir hem merhem,